Sizə söhbət eləyirəm, bu qıraqdan çəkilsin. Bakıya gəlmişəm, o vaxtlarda da biz dədə-babadan o azyaski tualetlərə öyrənən adamlarıq da, o unitaza olan yerə girəndə ölür. Haftafalı. Bir dəfə də unitazlı tualetə girib, üstünə çıxıb, əyağım suruşub, qolumsuyla yerdə. Sayın qolağa dönmüş, az qala qolum. O, bu girmirəm. Bakıda sizdən yaxşı olmaq, bir dostun önündə çörəkzad idi o. Gecə qaldıq, səhər zaxtırqıda eləyib. Mən bildim ki, orada o tualet unitazdır da, girməyim. Maşın xodiyib əldən qoydum. O vaxt o Sidmoy mikrorayonunda Zeytun Bağzad, orada bari də salçaq idi, alçaqlıqda olardı. Oraya çatanda gördüm, ləngisəm şalvar batacaq. Barıdan hoppanıb bir dənə Zeytun dibinə belə təzəcə oturmuşdum ki, 2 dəmilsənəli elə bir paraşütlə saldılar. Taraf gəl, satdılar. Nağarsan, daha süfrədən elə orada nə deyim, dedim, sıçıram, ayrı, heç nə deyəsi kimi də öyle. Onlar dünyayla gördüm, ma iş düşür. Ekologiya nə? Şirvan vaxtlarıdır, bir dənə köynəyimdən şirvan çıxardı. Verdim ki, ay qıqa, təblə əl açdırsam, dərşənəyində yoxdur. Məcbur olub oturmuşam, elə bilin, görməmişsiniz, bir şirvanda sizin pulu. Dedi, görmürsən, 2 nəfərik çörək yeməyə geydi. Dedim, mən sıçmasam, nə yiyəcək idi?